Salam əziz izləyicilər, Elçinin Talvar əsəri ilə izahlarımıza davam edək. Əvvəlcə ağac şaqqıltısı eşidildi və bu ağac şaqqıltısı günortanın cırhacır istisində tamam kimsəsizləşmiş həyətdə çox gözlənilməz səsləndi. Sonra aşağı başdakı Gülağanın gözləri birdən-birə bərəldi. Və uşaq bilmədi ki, qışqırsın ya nə etsin. Həyətin ortasındakı xar-tut ağacının yoğun gövdəsi öz-özünə şaqqıltı ilə iki yerə bölündü və bir müddət tut yağışıymış kimi qara tut həyətin asfaltına töküldü. Həyətə birinci boylanan Ağamuxtarın arvadı Ana xanım oldu. Deməli, kim oldu? Ağamuxtarın arvadı Ana xanım oldu. Ələbbas kişinin gəlini. Ana xanım mətbəxdə oturub nahar üçün küftə yumruluyurdu. Şaqqıltını eşidib ikinci mərtəbədən aşağı baxdı. Sonra çaşbaş qalmış Gülağanı görüb ətli yağlı əllərini əski ilə tələm-tələsik silə-silə. Adə, Gülağa qışqırdı, qaç kişiyə xəbər elə, tut parçalandı. Və Gülağa da işin nə yerdə olduğunu başa düşüb babasının otağına tərəf qaçdı ki, kişini çağırsın. Amma Ələbbas kişini çağırmaq lazım deyilmiş. Çünki Gülağa hələ onun həyət qapısına çatmamış, kişi özü elə ağ köynəkdəcə çoxdan bəri gəzmədiyi iti addımlarla qapıdan çıxıb Xartuta tərəf gəldi. Deməli, bax, çoxdan bəri gəzmədiyi iri addımlarla deyir Xartuta tərəf gəldi. Tez eləyin, dedi, tez eləyin. Biri də gərək qalmasın yerdə, hamısını yığın, bir-bir, bircəsi də qalsa günah olar, hamısını yığın, yeyilsin gərək hamısı, dedi, tez eləyin. Sonra özü əyilib ağacın dibindən bir dənə tut götürdü, qoydu ağzına və doğrudan doğruya kişiyə elə gəldi ki, ömründə bu ləzzətdə tut yeməyib. 100 ilin tutudur bu, 100 ilin. Axır ki, yüzü haqladı bu xar-tut. Ələbbas kişi başını ikinci mərtəbəyə tərəf qaldırıb, böyük gəlini Ana xanıma dedi. Deməli, Ələbbas kişi əsərin baş qəhrəmanıdır, əsas qəhrəmanıdır. Onun böyük gəlini də kimdir? Ana xanım. Ana xanıma dedi. Aş pişir bugün. Ələbbas kişi bu dəfə Gülağaya dedi. Gördün, elə soruşurdun, düz deyirsən, yoxsa yox. Gördün ki, doğrudan da yaman oldu bu xartutun parçalanması. Daha buna bir söz ola bilməzdi. Düz deyirmiş kişi. Xartut 100 yaşına çatanda parçalanırmış. Və burasını da lap doğru deyirmiş ki, bu tutun 100 yaşı var. Deməli, bizə belə bir qənaətə nəticəyə gəlirik ki, bundan əvvəl bu nəvəsi Gülağaya deyibmiş ki, bu xartutun 100 yaşı var və yaxın vaxtlarda bu xartut parçalanacaq. Əcəb oldu. Bu tutdan birinci dəfə yeyirmiş kimi Fəthullahın arvadı Məsmə dedi. Deməli, Ələbbas kişinin ikinci oğlunun adı nədir? İkinci oğlunun adı Fəthullahdır. Fəthullahın arvadının adı da Məsmə. Və burada deyir, yığıb qonşulara da pay göndərmək lazımdır. Bax, bu cümləni Məsmə dedi. Yığıb qonşulara da pay göndərmək lazımdır Ələbbas kişinin ikinci gəlinə. Yəni, Fəthullahın arvadı Məsmə dedi. Ələbbas kişinin nəvəsi Ağa Səlim üzünü arvadı Zübeydəyə tutub. Yəni, nəvəsinin də arvadı var. Yəni, deyir, nəvəsi üzünü Ağa Səlim, nəvəsi olan Ağa Səlim üzünü arvadı Zübeydəyə tutub. Boşqab gətir, qazan gətir, dedi. Tut günüdür bugün. Bax, tut günüdür bugün deyən hansı obrazdır? Ələbbas kişinin nəvəsi Ağa Səlim. Yəni, Ağa Səlim öz arvadına deyir ki, bugün tut günüdür. Ələbbas kişi dedi, hə, biri də qalmasın yerdə, günahdır. Bütün məhəllədə bu məşhur tut ağacının 100 yaşı tamam olan həmin isti iyul günü Ələbbas kişinin evdəki bütün oğul uşağı, nəvə nəticəsi, gəlinləri həyətə çıxmışdı. Və hamı bu dəm ciddi cəhdlə həyətə səpələnmiş xartutu yığmaqla məşğul idi. Əlbəttə, günah məsələsini Ələbbas kişi elə belə özündən dedi. Yəni, bu günah məsələsi elə belə dedi bundan. Heç vaxt heç kim deməmişdi ki, tut ağacının 100 yaşı tamam olanda, gövdəsi ikiyə bölünəndə yerə tökülmüş tutların hamısını yığmaq lazımdır. Yoxsa ki, günaha batarsan. Belə bir qayda yox idi. Necə ki, tutun 100 yaşı tamam olanda plov bişirmək də adət deyildi. Yəni, bu plov bişirmək də adət deyildi. Amma bir halda ki, bu tut ağacı dünyada 100 il ömür sürmüşdü və onun 100 yaşı tamam olmasını Ələbbas kişi bax beləcə gözləmişdi. Deməli, bayram idi. Bu gün və bu 100 yaşlı ağacın bəhrəsini ayaq altında qoymaq günah idi. Ələbbas kişi tut ağacının altında dayanmışdı və bu vaxt budaqdan onun sinəsinə, düz ürəyinin başına bir tut düşdü. Kişinin ağ köynəyində o saat qıpqırmızı bir ləkə əmələ gəldi və bunu görən Ağamuxtarın bütün bədəni birdən-birə ürpəşdi. Deməli, tut düşdü kişinin köynəyinin üzərinə və bunu da ilk görən kim oldu? Kişinin böyük oğlu Ağamuxtar. Ələbbas kişinin
Böyük oğlu Ağa Muxtara birdən-birə elə gəldi ki, atasının ürəyinin başına güllə dəydi və bu qırmızı ləkə də qan yeridir. Sonra Ağa Muxtar daha tamam kamal ağarmış gür saçlarını əli ilə sığallayıb, axır vaxtlar neçənci dəfə fikirləşdi ki, kişi yaman qocalıb. Deməli bu, yəni bax bu oğlu, böyük oğlu Ağa Muxtar axır vaxtlar fikirləşir, kişiyə baxır yenə, fikirləşir ki, kişi yaman qocalıb. İndi burada bir belə deyək də ara verir. Burada artıq başqa fikir gəlir. Deyir Ağa Muxtarın uşaq vaxtları onun yadına düşdü. Lap o vaxtlar ki, hələ divardan tuta-tuta gəzirdi. Sonra o vaxtlar ki, bu ağaca dırmaşıb tut yeyirdi. Ağzı, burnu, üst başı qapqara qaralırdı. Əlabbas kişi özünü saxlaya bilməyib, ürəyində dünyanın etibarsızlığı barədə bir-iki söz dedi. Buna yandı, yaxıldı ki, illər adamı nə günə qoyur. O balaca uşaq indi gör nə qocalıb, nə günə qalıb. Sonra şairin sözü Əlabbas kişinin yadına düşdü. Biz gəldi gedərik, sən yaşa dünya. Və ağappaq bığlarının altından gülümsəyib başını buladı. Dünyanın işlərinə acığı tutmağı da ona gülməli göründü. Yenə ürəyində dedi. Bax görün nə deyir? Deyir İskəndərə qalmayan dünya kimə qalacaq? İndi bu hissəsinə bir diqqət eləyək. Deməli buradan əvvəl Ağa Muxtara elə bil ki, Ağa Muxtar, yəni oğlu atasının qocaldığını düşünür. Ondan sonra Ağa Muxtarın xəyalları elə bil müəllif Ağa Muxtarın bizə xəyallarını verir. Ağa Muxtar oğluna baxır, yəni oğluna baxır, oğlunun körpə vaxtı, iməhləyib, yeridiyi vaxtlar gözünün qabağına gəlir və dünyanın etibarsızlığından şikayətlənir. Yəni baxır ki, o bir vaxtlar o balaca olan uşaq gör oğlu necə qocalıb. Və burada deyir ki, biz gəldi gedərik, sən yaşa dünya. Belə deyir. Və sonra bir də deyir ki, İskəndərə qalmayan dünya, bax burada biz gəldi gedərik, sən yaşa dünya, Səməd Vurğunun Komsomol poemasından olan bir hissədir. Bax buradan bir misranı deyir. Ondan sonra deyir, İskəndərə qalmayan dünya kimə qalacaq? Bu da, bu İskəndərə qalmayan dünya da yadınıza gəlirsə Vaqif əsərində də, Vaqif əsərində qoca gəlir Qacara deyir ki, Süleyman dünyası sənə də qalmaz. Orada o şəkildə verilib. Burada bu Əlabbas kişinin dilindən deyir, İskəndərə qalmayan dünya sənə də qalmaz şəklində və yəni dünya kimə qalacaq şəklində burada ifadə olunur. Burasında fikirləşdi ki, Ağa Muxtarın qocalığını görür, amma özündən heç bir söz demir. Əlabbas kişinin kiçik oğlu Fəthullah nəvəsi Gülağaya dedi. Kiçik oğlu deyir. Qaç get evdən qab gətir. Boşqablar, qazanlar, baş barmaq boyda xartutla doldu. Məhəllənin uşaqları tutun 100 yaşı çatıb parçalanması xəbərini eşidib Əlabbas kişigilin həyətinə daraşdılar. Hərə 5-10 tut qoydu ağzına. Böyük də, kiçik də hamı belə bir yekdil fikrə gəldi ki, bunun ləzzəti başqa şeydir. Heç kim ömründə bu ləzzətdə tut yeməyib. Qonşuların hərəsinə bir nimçə pay getdi. Elə bil Əlabbas kişigilə nişan gətirmişdilər. Şirini paylayırdılar. Yəni gör tutun paylanmasını nəyə bənzətdi? Şirini paylanmasına. Nişan gətirilib şirli paylanmasına. Bir sözlə həmin şənbə günü, deməli hadisələr iyul günündə, şənbə günündə baş verib. Məhəllənin uşağından tutmuş böyüyünəcən hamı Əlabbas kişinin həyətindəki xar tutun parçalanmasından xəbər tutdu. Burada bir Molla Fərzəli obrazında görürük. Molla Fərzəli də əsasını döyəcləyə gəldi, durdu. Əlabbas kişigilin küçə qapısı ağzında. Əlbəttə, Molla Fərzəli də həmişəki kimi bir qazan tutunu alıb getdi. Həmişəki kimi. Yəni bu həmişə deməli buradan tut aparıb gedirmiş. Həmin axşam ana xanım yaxşıca bir plov pişirdi. Arvad neçə stəkan düyü dəmləmişdisə, bütün həyətə çatdı. Əlabbas kişinin bir böyük həyət oğul uşağına, nəfə nəticəsinə. İndi dedik ki, bax bu əsərdə də biz Molla obrazını gördük. Yəni burada müsbət mənfisi haqqında heç nə demir. Sadəcə deyir ki, Molla Fərzəli də gəldi, öz tut payını apardı, getdi. Başqa biz hansı əsərlərdə Molla obrazına rast gəlmişik? Bax, yadımıza salaq, ümumi olaraq fikirləşək görək Molla əsəri. Aldanmış Kəvakibdə Molla var idi. Orada Molla Şah Abbasın yanında olan kim idi Molla? Bax oradakı Mollanı xatırlaya bilərsiniz. Başqa hansı əsərlərdə? Sonra Dəli Kür əsərində Molla obrazı var idi. Yəni orada mənfi obraz olsa da milli həmrəylik hissindən məhrum olmayan bir Molla obrazımız orada var idi. Başqa da hansı əsərlərdə var idi? Onları da xatırlaya bilərsiniz. Əlaqələndirə bilərsiniz. Məhəllədə ən çox toy bu həyətdə olmuşdu. Aydın məsələ idi ki, bu həyət həmişə beləcə çox adamlı, beləcə gür olmamışdı. Yəni həmişə belə olmayıb. Əlabbas kişinin atası Usta Həzrətqulu buranı alanda bu həyətdə 2 otaqlı, bir mərtəbəli kiçik bir bina vardı.
Bu həmin uzaq vaxtlardır ki, onda həyətdəki xartut hələ cavan ağac idi. Əlabbas kişi də balaca uşaq. Bu tutun gövdəsi indiki budağından nazik idi. Əlabbas kişi evləndikdən sonra özünə 2 otaq da tikdi. Həmin 2 otaqda indi Əlabbas kişinin nəvəsi Ağa Səlim ailəsi ilə yaşayır. Sonra uşaqlar böyüdü. Böyüdü, həyət kiçildi. 4 otaq oldu 6 otaq, sonra 8 otaq, sonra bir mərtəbəli bina, 2 mərtəbəli bina oldu. Oğullar evləndi. Oğullar evləndi, nəvələr evləndi və həmin xartut ağacı parçalanan həyətdə hamıya bir parça yer tapıldı. Əlabbas kişi ilə Tubu xanımın 2 oğlu, 4 qızı var idi. Deməli, biz burada Əlabbas kişinin həyat yoldaşının da adını öyrəndik, Tubu xanım. Və onların deyir, 2 oğlu var idi, 4 qızı var idi. Doğrudan da qəribədir dünyanın işləri. Ağa Muxtar da, Fətulla da müharibədən sağ-salamat qayıtdılar. Bax, müharibədən sağ-salamat qayıtdılar. Məsələn, müharibə görmüş obrazda burada, məsələn, bunu deyə bilərik. Sonra gün var əsrə bərabərdə də Buranlı Yedigey müharibəyə gedib qayıtmışdı. Bax, onu da əlaqələndirə bilərik. Başları çox qəza qədər, çox məşəqqət çəksə də, indi şükür salamat idi ikisi də və ikisi də çoxdan baba idi. Kişi başa düşdü ki, bu gecə səhərə kimi gözünə yuxu getməyəcək. Çoxdan, lap qədimlərdə olub keçənlər yadına düşəcək. Özü də təəccüb edəcək ki, 5 yaşında, 6 yaşında olduğu vaxtların əhvalatları necə yadında qalıb. Amma 2 gün bundan əvvəlki söhbəti yadından çıxıb gedir. O 5-6 yaşı olanda dağlar balası idi. Meşələr yadına gəlirdi. Sıldırım qayalar yadına gəlirdi. Başı qarlı uca dağlar yadına gəlirdi. Köpüklənə axan dağ çayında kəndin uşaqları ilə bərabər çimməyi, palansız eşeğə dırmaşıb çapmağı yadına gəlirdi. Bir çəpiş də yadına gəlirdi. Bu çəpiş onun çəpişi idi. Hara getsəydi dalına düşərdi, əlindən yarpaq yeyərdi. Yəni bu hissədə biz görürük ki, Əlabbas kişi körpəliyini, yəni uşaq vaxtlığını yadına salır, uşaqlığı yadına düşür və həm oğlunun, Ağa Muxtarın uşaqlığı yadına düşdü. Əvvəlki hissədə gördük. Həm də özünün uşaqlığı, körpəliyi yadına düşdü. Yəni sevimli bir heyvanı var idi, çəpiş idi. Yadınıza salın, bax, Ağıllı Uşaqda, Ağıllı Uşaq nağılında da məsələn xanın keçisi var idi, xanın sevimli heyvanı var idi. Bax, orada da xanın sevimli heyvanı da çəpiş idi. Məsələn, keçi idi, daha doğrusu keçi idi. Sonra deməli, başqa nə var burada? Sonra Əlabbas kişinin atası kənddən köçüb Bakıda sabunçu neft mədənlərində fəhlə işləyirdi. Deməli, Əlabbas kişinin atası kənddən köçmüşdü. Bax, bu cümlədə testlərə həmişə düşür. Atası kənddən köçüb Bakıda sabunçu neft mədənlərində fəhlə işləyirdi. Sonralar buruq ustası oldu. Birinci oldu fəhlə. Sonra oldu buruq ustası. Əlabbas kişinin uşaqlığının çox hissəsi, yeniyetməliyi o yerlərdə keçmişdi. Amma o neftçi olmamışdı, mülgər olmuşdu. Yenə yadımıza salaq, hansı əsərlərdə obrazlar idi ki, atalarının sənətinin yolu ilə getməmişdilər. Bax, Zeynalabdin əsərində atası pinəçi idi, amma Zeynalabdin fəhləlik eləyir, ustalıq eləyir, sonra bənnalıq eləyir və sonra da gəlir milyonçuya çevrilir. Yəni orada da övlad öz atasının yolu ilə getmir də, yəni sənətini davam elətdirmir. Burada da yəni Əlabbas kişinin də atası fəhlə idi, sonra usta oldu, sonra da neftçi oldu. Amma oğul dülgər oldu, başqa sənəti seçdi. 2 gün bundan əvvəl Əlabbas kişi baltasını, mişarını, rəndərisini, çəkicini götürüb həyətlərinin küçə qapısı ağzında balaca bir skamya düzəltməyə başladı. Mismarlar əyri getdi, çəkişlə barmaqlarını vurdu. Axırda da baltı ilə əlini zədələdi. Ağa Muxtar dedi, birinci Ağa Muxtar. Əşi, əl çək də bu işdə, nəyinə lazımdır? Gərək elə skamya düzəldəsən. Küçə qapıları ilə üzbəüz oturan Alxas bəy dedi. Get otur, uzan yat, istirahətini elə. Sonra benzin kalonkasında satıcı işləyən Meyranqulunun oğlu Əliqulu şeir yazan və məhəllənin tarixində qəzetdə, jurnalda imzası olan ilk adam. Heyran dedi. Bu Əliqulunun baxışı tamam fərqlidir. Gör o nə deyir? Deyir, necə də əməksevər qocadır. Əsl şeir qəhrəmanı, sənət qəhrəmanıdır. Bu rəşadət, poetik təfəkkürün yox, həyatın bəhrəsidir. Yəni bu deyir, şeirdə deyil də, real həyatda olan bir obrazı canlandırır. Əliqulunun danışıqlarını məhəllədə çox adam əməlli başa düşmürdü. Bu dəfə də bu sözlərə fikir verən olmadı, həmişəki kimi. Əlabbas kişi sağ əlində tutduğu tiyəsi qanlı baltaya baxdı. Balaca xanımın bir göz qırpımında küçəyə yığdığı adamların arasından həyətə girdi. Ağzını açıb bircə kəlmə heç kəsə heç nə demədi. Məsələ onda deyildi. Kişini qeyrət boğurdu. O öz yerində. Məsələ bunda idi ki, belə bir naxələflik adamı yandırıb yaxırdı. Usta onsuz da bilirdi ki, bu skamya onun dülgərlik aləmində axırıncı sözüdür. Yəni Əlabbas kişi belə fikirləşir. Amma görürük ki, bu hələ tezdir.
Və indi usta burasında özü üçün lap yəqin etdi ki, bu balta ki 60-70 ildən sonra onun əlini kəsir, çəkic ki barmağını əzir, lap doğrudan doğruya qurtardı. Mismar vurmaq, taxta rəngdələmək. Yəni bura qədər olan hissəsini oxuduq. İndi keçək əsərin ikinci hissəsinə. Xartutun 100 yaşı tamam olan həmin günün səhəri Əlabbas kişi yerindən qalxıb adəti üzrə həyat kranında səliqə sahmanla yuyundu. Böyük gəlini Ana xanım sübh tezdən dəmlədiyi çaydan içib, çörəyini yedi, qıfılın açarını götürüb vaxtilə həyətdə taxtadan düzəltdiyi divarlarını suvaqlayıb ağardıb üstünə qırmızı kirəmit düzdüyü alətxananın qapısını açdı. Deməli burada nə oldu? Xartut parçalanmamışdan 2 gün qabaq bu alətləri götürüb istəyib ki, nəsə bir skamya düzəltsin, amma balta əlini yaralayıb, çəkic əlini yaralayıb və qaytarıb qoyub. Amma indi bu xartut parçalananın səhəri günü, həmin günün, bax nə deyir, həmin günün səhəri. Əlini üzünü yudu, yeməyini yedi, qapını açdı, görək alətxananın qapısını açdı, görək nədir məqsədi. Xartutun 100 yaşının tamam olduğu həmin yay gecəsi Əlabbas kişi bu qərara gəldi ki, yəni gecə, Xartut parçalandı həmin gecə qərara gəldi ki, alətlərin ən yaxşısını seçib aparıb satsın. Burada əlbəttə əsas məsələ pul məsələsi deyildi. Əvvəla Əlabbas kişigilin dolanışığı yaxşı idi. İkincisi, bütün alətlərin qiyməti o qədər də pul eləmirdi. Əsas məsələ burasındaydı ki, bu alətlər yaxşı bir ustaya qismət olmalı idi. Yəni ki, əsas məsələ pul deyildi. Bunların pula ehtiyacı yox idi. Amma əsas məsələ bu alətlər yaxşı ustaya qismət olmalı idi. Yaxşı iş görməli idi, qalıb paslanmamalı idi. Əlabbas kişi alətləri bir-bir məhəllənin adamlarını bağışlaya bilərdi, amma belə bir səxavətin mənası yox idi. Çünki belə bir səxavət bu alətlərə rəva deyildi. Bu alətlər həmişə bəhrə vermişdi. Gözəl-gözəl qapılar, pəncərələr, taxtlar, sandıqlar düzəltmişdi. Kişinin yenə alətxananı açıb, çəkic, mişar götürməyini pəncərədən birinci kim gördü? Məsmə gördü. Və elə başa düşdü ki, qaynatası küçə qapısı ağzındakı yarımçıq qalmış skamyanı təzədən düzəltmək istəyir. Yəni balaca gəlini gördü və elə bilir ki, o 2 gün qabaq olan skamyanı təzədən düzəltmək istəyir. Tez Fətullanı səslədi. Fətulla şüşəbənddə oturub çay içə-içə televizorun gündüz verilişinə baxırdı. Axşamlar bütün həyətin qız gəlini, arvadları yığışırdı Fətulla gidən şüşəbəndində televizora baxmağa və kişilərin də küçəyə çıxıb səkidə nərd oynamaqdan, nərd oynayanlara tamaşa etməkdən başqa çarələri qalmırdı. Fətulla həyətə çıxdı, Ağamuxtar həyətə çıxdı. Yəni Fətulla xəbəri oldu, sonra Ağamuxtara da dedi, Əlabbas kişinin gəlinləri pəncərələrdən boylandılar. Hamı bu xəbərdən tamam dilxor oldu. Ağamuxtar dedi, a kişi, axı dost var, düşmən var, başlayacaqsan çəkic satmağa. Ağamuxtar bu sözləri dedi. Amma atasını yaxşı tanıyırdı. Yəni Əlabbas kişi də tərs adamdır. Bilirdi ki, kişinin beyninə bir fikir girdisə, onu oradan dartıb çıxartmaq çətin işdir. Yəni başlayacaqsan əməlli başlı çəkic mişar satmağa. Bunu Fətulla dedi. Yəni bunlar artıq düşdülər aşağı və başa düşdülər ki, bu kişinin məqsədi nədir? Birinci deməli Ağamuxtar dedi. Ardınca da ikinci oğlu Fətulla dedi ki, yəni ki, sən də başlayacaqsan yenə çəkic mişar satmağa. Sonra indi görək nə deyir. Bu söz Əlabbas kişinin xoşuna gəlmədi və oğul uşağının üstünə çımxırdı. Gedin, öz işinizlə, gücünüzlə məşğul olun. Mənim başıma ağıl qoymayın. Amma Əlabbas kişi burasında demədi ki, nə satmaz bazlıqdır. Bir yaxşı usta çıxsa qarşına, bu alətlərə sərraf gözü ilə baxa bilir. Qolunda gücü var, ayağında da taqət, pulsuz, zadsız halal edər ona. Çəkici, mişarı, rəndəni, başqa nəyi varsa hamısını. Yəni ki, kişinin əslində məqsədi başqa idi, amma oğlanlarına məqsədini demir. Əlabbas kişigilin məhəlləsindən 7-8 tin aşağıda təzə bağça salınmışdı. Birinci gün usta hələlik 4 alət seçdi. Bağçaya gələndə skamyalar birində əyləşib, alətləri yanına düzəndə təsbehini çevirə-çevirə fikirləşirdi. İstirahət doğrudan da qiyamət şeydi. İstirahət. Adamlara baxdı, uşaqlara baxdı. Əvvəlcə narahat oldu ki, uşaqlar yığılacaq başına. Başlayacaqlar mişara, rəndəyə baxmağa. Amma biraz keçdi, yanından ora-bura yüyürən, bir-biri ilə oynayan uşaqların heç biri ona tərəf məhəl qoymadı. Heç ayaq saxlayıb alətlərə baxmadı da. Əlabbas kişi fikirləşdi ki, doğrudan da dünya yaman dəyişib. Uşaqların hərəsinin əlində avtomat, tapança, rəngarəng balaca vedrə, bel, 100 cürə oyuncaq var. Kimdir bu mişara, çəkicə fikir verən? Kişi bunu fikirləşdi və ürəyi ağrıdı. Alətlərin kimsəsizliyinə. Bu çəkic mişara yazığı gəldi. Onların kimsəsizliyi, sahibinin gücsüzlüyü, acizliyi onu yandırıb yaxdı. Birinci gün Əlabbas kişinin rəndə mişarına müştəri gəlmədi. Bax, deməli, birinci gün heç kəs yaxın gəlmədi. Üçüncü gün usta gəlib yenə bağçadakı skamyaların birində əyləşdi. Yenə alətlərin yanına düzdü. Adamlara, uşaqlara baxdı. Yenə də birdən-birə öz uşaqlığını gördü. Bax, burada deməli,
Bir o xar-tut parçalanan vaxtı, bir də bax burada, deməli, alətləri gətirib o satmağa gələnin ikinci günü yenə öz uşaqlığını gördü. Dağların ətrini duydu. Dağların döşündəki gül çiçəyin rəngi gözlərinin qabağına gəldi. Dağların çəni, çiskini üçün darıxdı. Fikirləşdi ki, heç vaxt o dağlarda olmayacaq. Bir də heç vaxt o dağ çayı boyunca addımlamayacaq. O saf havadan sinəz dolusu nəfəs almayacaq. Və bunu, bu hissəni verir yuxarıda o tutun parçalandığı vaxtda. Amma bu düşüncələr, yəni bu uşaqlığını xatırlayıb bir də o günləri yaşaya bilməməsi, belə deyək də, xatirələrini yada salması artıq dediyimiz kimi də alətləri satmağa getdiyinin ikinci günündə baş verdi. Usta fikirləşdi ki, nə tez gəlib keçdi bu illər. Belə bir fikri gözləyirmiş kimi gözlərin qabağından saysız, hesabsız adamlar gəlib ötdü. Çoxunun heç adını da bilmirdi. Harda gördüyünü yadına salmırdı. Amma sifətlər bir-bir gəlib keçirdi. Uzun uzadı, illər boyu gördüyü, rastlaşdığı, bəlkə də heç birinin indi yer üzündə olmadığı adamların sifəti. İkinci gün Ələbbas kişinin çəkic mişarına müştəri tapılmadı. Bax, deməli, ikinci gün xatirələrə daldı, keçmişini, uşaqlığını təzədən yaşadı. Hansı gün? İkinci gün. Yenə ikinci gündə bu çəkic mişara yaxın gələn olmadı. Üçüncü gün hava biraz balaca tutuldu. Xəzrə əsməyə başladı. Ələbbas kişi bir müddət həyətdə vurnuxdu, göyə baxdı. Oğul uşaqda bir ümid yarandı ki, bəlkə kişi dayı tuşu tökdü ətəyindən. Elə bil usta özü də ürəyində yağışın yağmasını istəyirdi. Yəni, getmək istəmirdi artıq. Amma yavaş-yavaş göy açıldı. Ələbbas kişi də torbasını qoltuğuna vurub bağçaya getdi. Skamyaların birində oturub alətləri yanına düzdü. Biraz keçdi. Göyün üzü yenə tutuldu. Bağçadakıların çoxu uşaqlı analar, qoca arvadlar yavaş-yavaş durub getdi. Bu zaman 25-26 yaşlarında bir oğlan Ələbbas kişiyə yaxınlaşıb alətlərə baxdı. Salamsız, kalamsız. Soruşdu, neçəyədir kişi bu zubul? Ələbbas kişi istər-istəməz ilk növbədə oğlanın əllərinə baxdı. Oğlan da həmin baxışların mənasını başa düşdü. Onun belə inamsızlıqdan xoşu gəlmədi. Nədir? Kişi, əlimə baxırsan, görəsən ustayam ya yox? Ustayam, özü də lap yaxşısından, lap kefin istəyəndən. Əlimdə də bax görürsən, bir dənə döyənək də yoxdur. Əlcəklə işləyirəm mən, elektriklə işləyirəm. Sənin bu zubulun heç kəsə lazım deyil. Dükanlar doludur, elektrik dirəyi ilə. 13 manat 50 qəpiyə biri. Yəni bu obraz usta olsa da, nə olsa da, yəni kobud bir insandır. Ələbbas kişi bu şəsli oğlana, get bala, get dedi. Get al elektrik dirəyi. Səni qısnayan var ki, gəl bu zubulu al. Oğlan bir söz demədi. Əlini o tərəf bu tərəfə yellədi, çıxıb getdi. Bu oğlan bəlkə də usta idi. Bəlkə də doğrudan da kefin istəyən usta idi. Amma onun ürəyi usta ürəyi deyildi. Üçüncü gün həmin oğlan Ələbbas kişinin çəkic mişarı ilə maraqlanan yeganə adam oldu. Yəni 2 gün heç kəs maraqlanmadı. Üçüncü gündə gəldi bu oğlan maraqlandı. Maraqlanmasaydı ondan yaxşı idi. Dördüncü gün Ələbbas kişi həyətə çıxıb alətxananın qapısını açdı, torbasını götürdü və hərəsi öz pəncərəsindən həyətə baxan Ana xanımla Məsmə bu dəfə mənalı bir-birinə baxdılar. Yəni ki, ağbirçək vaxtımızda görəcək günlərimiz varmış. Ələbbas kişi həyət qapısından çıxıb təzə bağçaya getmək əvəzinə, deməli, təzə bağçaya getmədi. Torbanı qapının ağzındakı yarımçıq skamyanın üstünə qoydu. Deməli, üçüncü gündə getdi, bunlar artıq heç nə sata bilmədi. Gəldi, dördüncü gün alətləri qoydu yarımçıq skamyanın üstünə. Qollarını çırmalayıb skamyanı düzəltməyə başladı. Ən qəribəsi bu oldu ki, mismarlar düz getdi, balta öz işini neçə-neçə illər bundan əvvəlki kimi səliqəli gördü. Çəkiş də, rəndə də, kəlbəttin də, Ələbbas kişinin qupquru qurumuş, qaxaca dönmüş əli nə istədisə onu elədi. Bir saat yarımdan sonra skamya hazır oldu. Ana xanıma Məsməyə elə gəldi ki, qaynataları yenə 20-30 il bundan qabaqki usta Ələbbasdır. Səhərki gün, deməli, birinci gün yalnız skamyanı düzəltdi. Hansı ki, bir həftəyə yaxın vaxt əvvəldən düzəltdiyi, yarımçıq qoyduğu skamya idi. Səhəri gün Ələbbas kişi evin qapı pəncərəsinə əl gəzdirməyə başladı. Sonra həyətin şüşəbəndini səliqəyə saldı, qonşulara baş çəkdi, sürahilər təzələndi, pəncərə çərçivələri sahmanlandı. Həyətlərin ikinci mərtəbəyə qalxan taxta pilləkənləri qaydaya düşdü. Yavaş-yavaş yay keçib, payız başladı. Dedik bayaq isti iyul günü idi. İndi artıq payız başladı. Ələbbas kişinin isə yenə qolları güclü, hərəkətləri cəld, sərrast idi. Bütün məhəllə, o cümlədən də Ələbbas kişinin oğul, uşağı
ustanın birdən-birə belə cavanlaşmasına məəttəl qalmışdı. Hamı bu fikirdə idi ki, Əlabbas kişi də həyətlərindəki xar-tut kimi yüzü ötəcək. Balaca xanım hərdən gəlib Əlabbas kişigilin küçələrinin ağzındakı skamyada otururdu. Balaca xanım ləzzətli söhbətlər edə-edə bərkdən şaqqanaq çəkib gülə-gülə tum çırtlayırdı ki, bütün səki tum qabığı ilə dolurdu. Bir dəfə də tərs-tərs bir ona, bir də səkinin üstündəki qum qabıqlarına baxan Əlabbas kişiyə dedi: "Süpürəcəyəm ay Əlabbas dayı, süpürəcəyəm hamısını. Neyniyim? Bizim qapının ağzında bir skamya düzəltmirsən də mənim üçün." Əlbəttə balaca xanım söz idi, deyirdi. Heç bəslə gözləmirdi ki, Əlabbas kişi deyəcək: "Neynək? Sizin qapının ağzında sənin üçün bir skamya düzəldərəm." Yəni qız elə-belə deyir, amma kişi deyir ki, düzəldərəm. Balaca xanım elə bil ömründə bu cür sid ürəkdən sevinməmişdi. Doğrudan, çox sağ ol ay Əlabbas dayı. Amma eləsini düzəlt ki, məhəllədə belə skamya olmasın. Balaca bir talvarı da olsun. Əlabbas dayı yayda gün düşməsin üstümüzə. Əlabbas kişi neynək dedi, talvar da düzəldərəm. Taxta lazımdır biraz. Əlabbas kişi səhəri gündən işə başladı. Qəssab Ağa Nəcəfgilin küçə qapısı ağzında, yəni balaca xanımın atasıdır, skamya düzəltdi. Balaca bir talvar üçün taxta dirəklər hazırladı. Onun cəmi bircə günlük işi var idi. Talvarı düzəltmək qalmışdı. Bütün məhəllə bu fikirdə idi ki, bu skamya Əlabbas kişinin sonradan sonraya ustalığının şah əsəridir. Deməli, davam edək. Deyir, həmin oktyabr səhəri Bakıya elə bir təzədən yay qayıtmışdı və 100 yaşlı xar-tutun həyətə səpələnmiş xəzəli ilə belə bir isti heç uyuşmurdu. Çaynikı qazın üstünə qoyub səhər-səhər tabaqqaçada qənd doğrayan ana xanım şüşəbətdən həyətə baxırdı. Arvadın gözü qaynatasının alətxanasına sataşdı. Sonra kişinin yatdığı evin qapısına tərəf boylandı. Necə oldusa, ana xanımın ürəyini bir nigarançılıq bürüdü. Əlabbas kişi həmişə bu vaxtlar həyət bacada dolaşırdı. Bir müddət keçdi, kişilər oyandı, uşaqlar tələm-tələsik çay çörəklərini yeməyə başladılar. Məktəbə gecikməsinlər. Əlabbas kişi həyətə çıxmadı. Ana xanım çəkinə-çəkinə qaynatasını işə getməyə hazırlaşan Ağa Muxtardan xəbər aldı. Öz ərindən xəbər aldı. Ağa Muxtar arvadının gözlərinin içinə baxdı. Bir söz demədi və həyətə düşüb atasının yatdığı otağa girdi. Əlabbas kişi gecə yuxuda ikən keçinmişdi. Bax, yenə gecə yuxuda ikən keçinən obraz. Yenə gün var əsrə bərabərdə. Sabitcanın atası. Bax, orada da var idi. Yəni ki, həmin obrazda, belə deyək də, yəni yanında heç kəs olmamışdı gözünü qapatmağa. Həmin gün bütün məhəllə gecə yarısına kimi Əlabbas kişigilin həyətinə gəlib getdi. 100 yaşlı xar-tutun altında düzülmüş stullarda, kətillərdə oturub bir stəkan çay içdi. Ağa Muxtarla Fətullaya başsağlığı verdi. Çox adamlı o həyət elə bir kişinin getməyi ilə yetimləşmişdi. O isti payız günü 100 yaşlı tut ağacı da tək-tənha idi. Səhər isə məhəllə görünməmiş bir hadisənin şahidi oldu. Balaca xanımın küçə qapısı ağzındakı skamyanın üstündə çox yaraşıqlı talvar var idi. Bütün məhəllə, qəssab Ağa Nəcəf də, ağlamaqdan gözləri qızarmış balaca xanım da, Əlabbas kişinin oğul uşağı da bu işə heyrət etdilər. Məhəllənin lap balaca uşaqları arasında belə bir inan vardı ki, ümumiyyətlə deyir, məhəllədə belə bir şayə gəzirdi ki, Əlabbas kişinin çəkic mişarı, rəndə kəlbətini gecə öz-özünə gəlib, ustanın yarımçıq qalmış işini tamamlayıbdır. Əsərin oxusuna baxdıq. İndi baxaq görək bizə nə deyir. Çox maraqlı əsərdir. Deməli, həyatı əks etdirmə üsulu bilirik ki, epik növdədir. Janrı hekayə janrındadır. Obrazların sayı azdır. Mövzu nədir? Mövzu təbiət hadisəsi fonunda sadə insan ömrü, yəni tut ağacının parçalanması fonunda Əlabbas kişinin həyatının ömrünü müəllif təsvir edir. İdeyası nədir? Sadə əməkçi insanlar müqəddəsləşir və sirrə çevrilir. Yəni, sadə əməkçi insan, Əlabbas kişi də müqəddəsləşir, sirrə çevrilir. Yəni, o balaca xanımın qapısı ağzında olan o talvarın necə düzəlməsini müəllif bizim öhdəmizə buraxır. Yəni, bir sirr olaraq qalır. Əsər akademik Məmməd Arif Dadaşzadənin xatirəsinə həsr olunmuşdu. Hadisələrin təsvirində təhkiyə üsulundan istifadə olunmuşdu. Hekayədə birlik və sənətə hörmət, əməyə məhəbbət təbliğ olunur. Birlik, sənətə hörmət, əməyə məhəbbət. Talvar hekayəsində əməksevərlik, ailə birliyi, qonşulara yaxınlıq kimi mənəvi dəyərlər ön plana çəkilir. Yəni, bax, qonşularla yaxşı münasibət. O da keçən ilin son gecəsində də orada
Həmidə xalanın Səkinə qonşusu ilə yaxşı münasibəti var idi. Bax, qonşu münasibəti orada var idi. Öz peşəsini sevən, əsl əməkçi insan obrazı yaradılmışdır. Həm xoş, həm də hüzünlü günlərdə insanların birgə olması, böyüyə hörmət kimi motivlər ön plana çəkilmişdi. El-obada birliyi, səmimiyyəti qorumaqla baş qəhrəman Oğuz igidlərini xatırladır. Yəni ki, bax, birlik, səmimiyyəti qorumaq Dədə Qorquddakı Oğuz igidlərini xatırladır. Hekayənin qəhrəmanı Əlabbas kişi. Sadə insan olub ömrünü zəhmətlə keçirən, hədər yerə yaşamayan insan surətidir. Əməksevərliyi, ləyaqəti ilə insanların rəğbətini qazanır. Ailəsi də əməksevərlik, saflıq, ləyaqət, alicənablıq kimi keyfiyyətləri mənimsəmişdi. Atası Həzrətqulu Neftçi özü dülgər olmuşdu və öz həyatından razı idi. Əlabbas kişi ailəsinin maddi vəziyyəti yaxşı idi. 2 övladı var idi. Əlabbas kişi və Tubu xanımın 2 oğlu, 4 qızı var idi. Daha doğrusu 6 övladı var idi. 6 övlad bir də hansı əsərdə var idi? 6 övlad. Firidun hansı əsər idi o? Gələcək gün əsərində. Həsənalının da 6 övladı var idi, bunların da 6 övladı var idi. Dülgər Əlabbasın ailəsi vətən üçün ləyaqətli nəsil tərbiyə edən alnıaçıq ataların köklü, qollu budaqlı, oğullu qızlı, nəvəli, nəticəli, mehriban, səmimi ailələrindəndir. Əlabbas kişi ən çətin anda belə nikbinliyini qoruyur, mənalı, qürurlu ömür sürmüşdü. Öz uşaqlıq illərini, kənddə keçirdiyi günləri xatırlayır. Tutun parçalandığı gün onun etdikləri öz şəxsi inamıdır, reallıq deyil. Yəni orada tutun parçalandığı gün günahdır deyir, bir dənəsi yerdə qalmasın, günahdır. Yəni sonra deyir ki, mütləq aş bişirmək lazımdır. Yəni belə bir qayda, qanun yox idi. Sadəcə onun belə deyək də, onun inamı idi. Real bir şey değildi. Hə, biri də qalmasın, yerdə gərək, günahdır deyərək neçə illik əziyyətinin yerdə qalmamasını nəzərdə tuturdu. Parçalanmış ağacın meyvələri ehsan kimi məhəlləyə paylanır. Ağa Muxtarın uşaqlığını gözünün önünə gətirir. Biz gəldi gedərik, sən yaşa dünya fikrini söyləyir. İskəndərə qalmayan dünya kimə qalacaq qənaətindədir. Övladlar atalarının işləməsinə, alətləri satmasına qarşıdır. Hamı onun xartut kimi 100 il yaşayacağına inanırdı. Əlabbas kişi 3 gün ərzində alətlərə müştəri tapa bilmir. Alətləri pul üçün yox, onların yaxşı və qədirbilən bir ustaya, deməli pul üçün yox, qədirbilən ustaya qismət olmasını istədiyi üçün satırdı. Gənc usta ilə söhbətində keçmişin ənələri yaşamalıdır qənaətinə gəlir. Onun fikrincə gənc usta yaxşı usta ola bilər, amma ürəyi usta ürəyi deyil. Balaca xanıma skamya, talvar düzəldir, lakin talvarı gördüyümüz kimi bitirə bilmir. Ölümündən sonra hazır edənin kim olduğunu da bilmirik. Yəni onun da alətləri olduğuna cəmaət inanır. Ağa Muxtar atasının üzərinə düşən tut ləkəsini görəndə ona güllə dəymiş kimi hiss edir. Əsərdə Meyranqulunun oğlu Əliqulu, qəzetdə, jurnalda ilk imzası olan kəndli idi, şair idi. Skamya düzəldərkən əlini yaralayandan sonra övladları ilə Alxas bəy də buna etiraz etsə də, Əliqulu kişinin hərəkətlərini dəyərləndirir. Deməli, övladları etiraz eləyir, Alxas bəy etiraz eləyir, amma Əliqulu onu dəyərləndirir. Necə də əməksevər qocadır. Əsl şeir qəhrəmanı, sənət qəhrəmanıdır. Bu rəşadət poetik təfəkkürün yox, həyatın bəhrəsidir. Deməli, həyat təcrübəsi, əməksevərlik alqışlanır. Yəni, burada həyat təcrübəsi, əməksevərlik alqışlanır. Qocanı əsl qəhrəman hesab edən Meyranqulunun oğlu Əliqulunun dilindəndir. Heyranlıqla deyilmiş fikirlərdir. Sonra, məhəllədəki insanların əksəriyyəti savadsız idi. Xartutun 100 yaşına çatanda, deməli, məhəllədəki insanların əksəriyyəti savadsız idi. Xartutun 100 yaşına çatıb bölünməsi münasibəti ilə aş bişirmək ənənə deyildi. Bax, bu savadsız idi məsələsi də, savadsız, insanların savadsız olması, bunu nəyə əsasən deyə bilərik? Burada daha doğrusu hansı əsərlə, obrazdan ortaq götürə bilərik? Məsələn, Anabacı əsərində anabacı savadsız idi, bir ərizəni yazdıra bilmirdi, yəni 10 günə yaxın müddətdə gedir. Sonra Hüseyn Cavidin ana mənzum faciəsində orada anadır, orada İsmətdir, bax onlar da məktub oxuya bilmir, onları da savadsız obraz adlandırmaq olar. Xartutun 100 yaşına çatıb bölünməsi münasibətilə aş biçirmək ənənə deyildi. El adətinə görə 100 yaşına çatmış Xartutun meyvələrinin yerə düşməsi, günah hesab edilməsi fikri doğru deyildi. Əsəri oxucuya sevdirən sadə zəhmət adamının ailə münasibətlərində səmimi olmağı, adət-ənənələri qoruyub saxlaması, xeyirxah əməllərin vacib tutulmasıdır. Zəhmətkeş insana etinasız yanaşan gənc obrazı yaradılmışdır. Bax, burada da dediyi kimi, bu da Kərpişkəsən kişinin dastanında orada oğlan var idi, qocaya nəsihət verir. Yəni, bax, oradakı obrazla, oradakı gənc obrazı ilə buradakı gənc obrazını da biz ortaq götürə bilərik. Çalışdıq ki, bu əsərin oxunmasını, təhlilini sizlər üçün verək.
İnanıram ki, faydalı olar. Sağ olun, kanalımızı bəyənməyi, abunə olmağı unutmayın.